Yenə mən, yenə xoş gördük hər birinizi. Deyən görüm, bunun led farasını yandırım. Hə, vəsə. Deməli belə. Bu gördüyünüz maşının, mən ümumiyyətlə düzəltdiyim bütün maşınların nömrəsini net çəkirəm. Niyə? Çünki istədiyiniz vaxt yolda, qıraqda saxlayıb soruşa bilərsiniz ki, qardaş, Orxan necə qulluq eləyir. Çünki bu canlı reklamdır, canlı sübutdur. Qulluq elədiyimiz maşınlardan biri də budur. Hər zaman qulluqlarını biz eləmişik. Bir gün qardaşım gəldi, düşməsən kadra. Düşməsən. Gəl səni çəkim. Deməli, maşın sahibi bu qardaşdır. Gətirdilər ki, həmişə gətirdilər daha doğrusu bizim yanımızda ki, biz qulluq eləmişik. Bir gün gəldi ki, Orxan qardaşım dedi, rayona çıxırsan ha? Hansı rayona? Naxçıvana. Naxçıvana inşallah. Dedi, Orxan rayona gedirik. Ordubat rayona. Buradan da bütün Naxçıvanın bölgələrinə, bütün rayonlarına, Ordubada, haca? Hə, bilirəm, əlbəttə ki, turla getməlidir. Yəni, bu çünki sərhədlərimiz bağlı olduğuna görə inşallah o da açılar. Hə, gedər inşallah Naxçıvana. Dedi, Orxan, günortadan gətirdi, qoydu ki, Orxan, bu maşında nə problemləri var, mən çıxıb gedirəm. Nə problem var, hamısını aradan qaldır, mən çıxacam uzaq yola. Hər zaman da qulluğumu mən eləmişəm. Bugünkü günü heç bir problemi yoxdur. Hər bir qulluğunda eləmişəm, rahatlıqla. Naxçıvanda ümumiyyətcə müştərilərin çoxdur. Zəng deyirlər ki, qardaş, mənə salamat maşın tapının və yaxud da ki, usta zəng eləyir ki, maşında belə bir problem var. Yəni, mənə Naxçıvanda çox adam tanıyır. Buradan da hamısına uzaq da olsun salamlarımı çatdıram həqiqətən. Ki, sağ olsunlar, həqiqətən hörmətimi saxlayırlar. Mən də onların hörmətini saxlayıram. Qardaş deyir ki, qardaşım, gedirəm Naxçıvana, bunu ümumiyyətlə yoxlanan şeylər. Maşının xırda xərcləri var idi, onları da aradan qaldırdıq. Heç bir problem yoxdur. Nakladkası kimi hər şey qaydasındadır. İndi gəlib mənə deyir ki, bəlkə F10 almaq istəyirəm. Yəni, bunu da elə çəkməkdə məqsədinin həm də onunla ibarətdir ki, yəni rahatlıqla, baxın, nömrəsi üstündədir, qardaş. Ürəyiniz istəyən yerdə, yolda gedəndə bir dənə əl elə ki, qardaşım, saxla, zəhmət olmasın, indi maşında ailə uşaq yoxdursa. Saxlatdırın, qardaş, bir rahatlıqla soruşur ki, qardaşım, maşının nə problem var? Həqiqətən Orxanın yanında qulluq olunub, yoxsa yox? Mən rahatlıqla deyirəm ki, öz yerimin altında çəkirəm, nömrəsi də düşür. Qardaş, bu maşının qulluğunu hər zaman mən eləmişəm, şəbtin düşməsin, ha. Hər zaman qulluğumu mən eləmişəm, heç bir problemi də yoxdur bugünkü gün üçün. Yəni, daimi olaraq, yəni mən qulluğunu eləmişəm, bu günə qədər mən maşına cavabdəyəm. Prosta deyək ki, BMW F10 istəyirəm, biraz dar gəlir, istəyirəm biraz keçsəm F10-a, sonra C30-a, sonra C60, sonra C90, sonra M. İndi qəşəng arzularımız var da, inşallah Allah tək imkan yetirsin, alsın hamısından, sürsün. Çünki həyata bir dəfə gəlir də, bu qardaş, bunu sürmək 100% lazımdır. Belə. Çəkdim, paylaşdım, səhifədə də paylaşacağım. Kimdə istəyirsə, rahatlıqla da gətirib təzədən yenə mənə yoxlatdıra bilər və yaxud da ki, almaq istəyən şəxs mənsiz, qardaş, avtomobil sahibi ilə bir yerdə aparsın, istənilən bir servisə girsin, rahatlıqla yoxlatdıra bilsin. Çünki maşın həqiqətən də hər bir şeyini mən baxmışam, bütün detalda orijinalla qoymuşam. Çünki bilənlər bilir ki, qardaş, mən ancaq orijinal detallarını işləyirəm. Şərtimizi kəsmişik, elə də işləmişik. Düz deyil, qardaşım. Bundan sonra da inşallah Allah xeyrinizi versin. Belə, öpürəm sizi, bağrımıza basıram. Təşəkkür edirəm, minnətdaram, sağ olun.